Bu ayda Quran oxumağı çoxaldın. Əziz qardaş və bacılarım, burada bizdən öncəki əməl salihlərin iki halını xatırlamaq istəyirəm. Quranı çox oxuyardılar. Ramazan ayı Quran ayıdır. Müsəlman qula Quranı çox oxumaq yaraşar. Ramazan ayında Cəbrail aleyhissalam Peyğəmbərlə sallallahu aleyhi və səlləmlə birgə Quran oxuyardı. Osman ibn Əffan, Allah ondan razı olsun, Ramazanın hər günü Quranı bir dəfə xətm edərdi. Bəziləri Ramazanda hər 3 gecədən bir, bəziləri hər 7 gecədən bir, bəziləri isə hər 10 gecədən bir Quranı xətm edərdilər. Yəni bitirərdilər oxuyub. Onlar Quranı namaz daxilində və namazdan kənarda oxuyardılar. Onlar Quran oxuduqda ağlayardılar. Bizdən öncə yaşamış əməl salih insanlar Quranı şeir kimi təfəkkür etmədən oxumazdılar. Əksinə, onlar Allahın kəlamından təsirlənər və qəlbləri oxuduqları kəlamdan titrəyərdi. Abdullah ibn Məsud, Allah ondan razı olsun, deyir ki, bir dəfə Allah Rəsulü sallallahu aleyhi və səlləm mənə belə dedi: mənə Quranı oxu. Mən dedim ki, Quran sənə nazil olduğu halda sənə mən mi oxuyum Quranı? O isə mənə belə buyurdu: mən onu başqasından dinləməyi sevirəm. Mən ona Nisə surəsini oxudum. Bu ayəyə çatanda biz hər ümmətdən bir şahid gətirəcəyimiz və səni də onlara şahid gətirəcəyimiz zaman onların halı necə olacaqdır? O zaman Peyğəmbər sallallahu aleyhi və səlləm dedi: dayan. Mən çevriləndə gördüm ki, onun gözlərindən damla-damla yaş axır.